Məni izləyən dəyərli izləyicilərim, sizlərə paylaşdığım videolarda olan dualar, zikirlər hər biri sınalmışdır. Dəyərlənin. Bu günlərim sizlərə paylaşacağım müxəklə bağlıdır. Əslində qalanda elə bir siz müxək adi çaya tökürsən, içirsən, vəssalam bununla bitdi getdi. Xeyr. Özünüzdə ağırlıq hiss edirsinizsə, yəni ağırlaşmısınız, heç bir şeyə həvəsiniz yoxdur, sanki elə bilirsiniz xəstəsiniz. Yəni bir insanın, qocalmış bir insanın ruhu var sizdə. Və bunda sizə müxək çox böyük kömək edəcək. Necə edəcək? Müxəyi yuyursunuz soyuq suyuna, yuyursunuz, axıdırsınız soyuq su üstündən ki, tozu getsiniz. Çünki bundan nəfəs alıb nəfəs verərsiniz. Nəfəs alıb nəfəs verdikcə sizdə olan negativlər, oturum eləyən, hətta ruhda oturan belə negativlər, çünki negativlər ağırlıq bizim ruhumuzda oturur. Bunu başlayacaq müxək təmizləməyə. Bununla bitmir. Müxək bol bərəkət gətirir. Stolunuzun üstündə, yemək stolunun üstündə müxəkdən bir neçə dənəsini tökün. Bir neçə dəfə gün ərzində dəyişə də bilərsiniz müxəyi stolun üstündən. Yəni götürüb dəyişə də bilərsiniz. Amma dəyişdiyiniz halda bunu mütləq torpağın üstünə atın ki, yəni orada bitsin, cücərsin və yaxud da torpaqda qalmağı daha məsləhətlidir. Sonra qapının üstündən bir torbada müxək asırsınız. Niyə asırsınız? Bunun da məlumatını verim. Evə pis niyyətli girən insanları o saxlayır, dayandırır. Həqiqətən belədir. Sonra gündəlik bizim 1/3 hissəsini gündəliyimizin bizim yatağımız təmin eləyir. Yataqda yatdığınız halda negativ düşüncələr olur. Müxəkdən az bir miqdarda qoyursunuz torbanın içinə və yastığın içinə qoyursunuz. Və sizdə olan negativ düşüncələri müxək başlayır təmizləməyə. Müxək əslinə qalanda çox gözəl ürəkdə olan narahatçılığı da götürür. Yəni ürəkdə olan bəzən vaxt ürəyiniz tez-tez döyünür və yaxud da deyirsiniz ürəyim nəsə qısılır, belə bir şeylər deyirlər də. Bu zaman müxəyi 6 dənə, 3 dənə, 2 dənə balaca bir qaynar suda, balaca bir qabda qaynar suda atırsınız. Orada dəmlənir, onu içirsiniz. Gün ərzində bircə dəfə içə bilərsiniz. Yəni özünü pis eləyirsənsə bunun qarşısında müxəyi alır. Demək olar ki, müxək çox şeyə xeyirdir. Mən bəzilərini dedim, əsas sizə lazım olanları dedim. Allaha əmanət olun, özünüzə müğayət olun, ömrünüzə, gününüzə Rəbbim xeyir dua versin, xeyir bərəkət versin inşallah. Allahın sayəsində hər bir şeyiniz, hər bir gözəlliyiniz, hər bir çıxılmaz olan sıxıntılarınız Allahdan cənnət qapıları açılsın üzünüzə. Allaha əmanət olun mənim dəyərlərim. Var olun.